Bugün çoxlarının xəyalı olan Amerikanın ən gözəl şəhərlərindən biri hesab edilən Miami'dən danışacağıq. Miami'də ən çox sevdiyim şeylərdən biri ictimai nəqliyyat oldu. Çünki Amerikanın digər şəhərlərində ictimai nəqliyyat elə də qəşəng deyil. Yeni il ərəfəsində isə bütün ictimai nəqliyyatlar pulsuz idi. Miami Florida ştatının ikinci ən böyük şəhəridir. Ümumilikdə Amerikanın isə 9-cu ən böyük şəhəridir. Burada təxminən 6 milyondan çox insan yaşayır və bu hava xəttlərinə görə isə Amerikada 3-cüdür. Belə hava xəttlərini həmçinin New York və Chicago'da da görmək mümkündür. Amerikanın ən zəngin sahil şəhərlərindən biri sayılır Miami. Məlumdur ki, dünyanın ən zəngin insanlarının burada möhtəşəm villaları var. Birazdan onları sizə göstərəcəm. Hələlik isə Miami haqqında danışaq. Miami Amerikanın maliyyət, ticarət, mədəniyyət və həmçinin də beynəlxalq ticarət mərkəzi hesab edilir. Burada yaşayan insanlar isə əsasən İspan dilli əhali və yaxud da ki latinalar adlandırılır və insanlar əsasən burada İspan dilində danışır. Şimdi gəmi turuna gedəcəyik. Deyirlər ki, gedək görək Miami'dəki bu zəngin insanlar harada yaşayır. Miami turları götürən zaman bütün onların villalarını və s. görmək olur. Gedək. Qarşılayın Miami'nin ən məşhur hissəsi Downtown. Bəli, bütün Miami'dəki o zəngin insanların villaları məhz bu görünüşə baxır. Bəs deyə bilərsiniz ki, o villalar hardadır? O villalar isə Miami'də dənizin içində yerləşən adalardadır. Getdik indi həmin adalara. Miami Marina hissəsidir. Bu adada kimlər yaşamır ki? Miami'nin ən varlı, pahalı evləri. Rapper Rick Ross'un evinin yanından keçirildi. David Beckham'ın da bu. Bu da Rihanna'nın. Bura əvvəl Naomi Campbell'ın evi olub, villası olub. Sonradan satıb onu NBA voleybolçusuna. Və bütün bu villalar hamısı Miami Downtown'a baxır belə. Və bura adanın içindədir. Yəni adanın özünün xəstəxanası, məktəbi və s. var. Bu isə bura adada tikilmiş iki evdir. Adams ailəsi serialı üçün istifadə olunubdur. Bu isə adanın ən bahalı evidir.
həkimə məxsusdur. Esa compañía farmacéutica Yəni aktyor es və un s. pequeño deyil. píldora azul que transforma a los hombres en superhéroes. He paid for this mansion $99 million. 99 milyon And dollar he verib paid every year $500,000 90'larda. in taxes for the property. Para todos los años, Vergisi medio isə millón de yarım dólares milyon para daha su illik. propiedad, Dr. Philip Frost. But this is nothing. Now you Dr. can see Flip the entire Frogs. backyard. In the back of the house, he has a greenhouse where he cultivates all the fruits and vegetables that he eats. And the pantries at the front were imported from South Africa at the cost of $10,000 each. Ahora estamos viendo el jardín de la... J-Lo. Bu isə J-Lo'nun evidir. Bu ev isə həmin eşitdiyiniz mahnını oxuyan şəxsindir. Puffy, Puffy, Pom Pom. Pufi pom pom. Şəb dadinindi bura. Muy conocido porque fue novio de Jennifer Lopez en el año 2000. Bura isə Palm adasıdır və yaxud da ki Al Capone adası deyirlər. Çünki Al Capone'yə məxsus olub o sağ olanda. Bu isə Rick Martin'in evidir. Because he's living la vida loca. We don't know when he's gonna come back. Nadie sabe cuándo va a regresar. Al actor comediante chino, genio de las artes marciales Jackie Chan. Jack Chan'ın evidir. Da Miami. I wish all of you to have an amazing time in Miami. Deseo que tengan un muy buen momento en Miami. Thank you very much. Muchas gracias. Thank you. Explain you something about my job as a tour guide. In this industry, we make Və Miami'yə gəlsə 70% of our income with your team. So if you enjoy the tour, of course you know how to share your love with your private tour guide. Suggested by the industry. İndi isə Miami'nin tarixi tramvayla gələcək. Şirindir bu tramvayın içində. Çox gözəl. İndi isə gedirik Miami'nin ən məşhur nöqtəsinə. Təbii ki, Miami Beach-ə doğru. Bildiyiniz kimi Floridada həmişə yay olur. Lakin noyabr ayından aprel ayına qədər havanın temperaturu biraz aşağı düşür və xüsusilə də dənizdə su çox soyuq olur. Məsələn, mən bu havada çimə bilmədim. Dənizin suyu dondurucu idi. Miami'yə yolu düşənlər ən ucuz helikopter turuna burada qatıla bilərlər. Biz də belə etdik. Hollywood şəhərinə təxminən bir 30-40 dəqiqəlik məsafədə yerləşir. Miami'dən getdik və orada adama $125 verib 15 dəqiqəlik helikopter turu götürdük. Həqiqətən də çox möhtəşəm idi. Xüsusən də dənizin üzərində uçuş edərkən çox gözəl anlar yaşadıq və unudulmaz xatirələr oldu bizim üçün. Mən və dostlarım ilk dəfə idi ki, helikopterə minirdik və bu qiymətə dəyərdi. Düzdür, New York'da bunun 3 qatı olur qiymətlər. Ona görə də bizim seçimimiz Miami oldu.
Beləliklə Miami səfərimizin sonuna gəldik. İndi isə gedirik Miami'nin 3 saatlıq yaxınlığında olan Key West'ə. Növbəti blok isə Key West'dən olacaq. Hələlik.